Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Hər birini salamlayıram. Bizim bugünkü dərsimiz sürət məsələləri olacaq. 94 nömrəli məsələmizə baxaq. Aralarındakı məsafə 823 kilometr olan iki stansiyadan eyni zamanda qarşı-qarşıya iki qatar yola düşdü. Onlardan birinin sürəti 12V, digərinin sürəti isə bunun 1/3 hissəsi qədərdir. Qatarlar hərəkətə başlayandan sonra 5 saat sonra aralarındakı məsafə 23 kilometr olacaq. Sürəti az olan qatarın 2 saata getdiyi yolu tapın. Deməli, bunu bir dənə sxem çəkirəm başa düşməyimiz üçün. Bu olsun A stansiyası, bu da olsun B stansiyası. Qarşı-qarşıya 2 dənə qatar hərəkətdədir. Birinin sürəti 12V idi. O birinin sürəti də bunun 1/3 hissəsi qədərdirsə, 12-nin 1/3 nə qədər olacaq? 4V. Məntəqələr arasındakı məsafə, stansiyalar arasında məsafə 823'dür. 5 saat bunlar yolda olub, T bərabərdir 5 yazırıq və bunlar arasında məsafə də nə qədər olur? 23 kilometr. Bunlar arasındakı qalan məsafədir. Və salam, artıq sxemimiz hazırdır. Düsturumuzu bilirik. Qarşı-qarşıya hərəkət zamanı əgər məntəqələr arasındakı ara məsafəsi varsa, o zaman biz bu düsturdan istifadə edirdik. S bərabərdir V1 üstə gələk V2 vuraq T üstə gəlinsin ara məsafəsi. 823 bərabərdir. Sürətlər 12V, bir də 4V. Toplayırıq, eləyir 16V. Vurulsun 5'ə. Üstə gəlinsin ara məsafəsi 23'ə. Buradan 823'dən 23 çıxarıq, qalar 800. 16V'ni də 5'ə vurarıq, eləyər 80V'yə. V də bərabərdir 880'ə böləndə eləyir 10. V 10'dursa sürəti az olan qatar. Bax, sürəti az olan qatar budur. 4V. Onda 4V isə nə qədər eləyir? 4'ü vururuq 10'a. Eləyir 40. Sürəti az olan qatarın sürəti olacaq 40. Bəs bunun 2 saata getdiyi yol nə qədər olacaq? 40'ı da vurarıq 2'yə. Bunun 2 saata getdiyi yol olacaq 80 kilometr. Bax, belə bir məsələdir. Biraz uzun ola bilər, amma həlli qaydası çox rahatdır. Ardıcıllığa sadəcə fikir vermək lazımdır. İndi keçək 95 nömrəli məsələmizə. Deyir ki, iki məntəqədə müxtəlif sürətli A və B avtomobilləri yola düşmüşdülər. A avtomobilinin sürəti 70 km/saat, B avtomobilinin sürəti isə 63 km/saatdır. Birinci məntəqədən çıxan A avtomobili B avtomobilinə 2 saat əvvəl yola düşmüşdür. A avtomobili çıxandan 5 saat sonra görüşdüklərini bilərək məntəqələr arasındakı məsafəni tapın. Bax, belə bir məsələdir. 2 dənə məntəqəmizi çəkək. A məntəqəsi, bu da olsun B məntəqəsi. Deməli, A məntəqəsindən yola düşən avtomobilin sürəti, A avtomobili 70'dir. B məntəqəsindən çıxan B avtomobili sürəti isə 63'dür. Bunu yazdıq. Deməli, birinci məntəqədən A avtomobili hərəkətə başlayır. Bax, A avtomobili B avtomobilinə 2 saat əvvəl yola düşür. Məsələn, deyək ki, bu saat 7'də yola düşür. Məsələn, deyək ki, bu saat 7'də yola düşür. Bu da deyək ki, saat 9'da yola düşür. Bunu başa düşmək üçün yazıram mən. Bu da deyək ki, saat 9'da yola düşür. A avtomobili çıxandan 5 saat sonra bunlar görüşürlər. Yəni, 7:00'da çıxıbsa, gəlir burada görüşürlər. Görüşəndə saat olacaq 12:00. Deməli, onda belə çıxır ki, bunlar saat 12:00'da görüşürsə, 5 saat bu yolda olur, 3 saat da bu yolda olur. Və deməli, məntəqələr arasındakı, bax, bu məntəqələr arasındakı bizdən məsafəni soruşur, nə qədərdir? Və salam, artıq bizə demək olar ki, hər şey aydındır.
biz nə edəcəyik, hörmətli müəllimlər? Hər maşının, avtomobilin sürətini yolda olduğu zaman müddətinə vurmaq lazımdır. A avtomobilin sürəti 70-dir. 5 saat yolda olub. 70-i vurursunuz 5-ə. Üzərinə gəlirsiniz. B avtomobilin sürəti 63-dür və 3 saat yolda olub. Vurursunuz 3-ə bərabərdir və bu cəmləri toplayırıq, ümumi yolu verəcək bizə, hörmətli müəllimlər. Yadınızda qalsın, əgər qarşı-qarşıya hərəkət zamanı müxtəlif sürətli maşınlar müxtəlif vaxtlarda yola çıxırlarsa, eyni vaxtda yola çıxmır, müxtəlif vaxtlarda yola çıxır deyirsə, o zaman hər avtomobilin sürətini hərəkətdə olduğu, getdiyi zaman müddətinə vurmaq lazımdır. Bu da eləyəcək 350, üstə gəlinsin 189. Onu da toplayanda eləyəcək 539. Bəli, 539 görürsünüz. Doğru cavabımız C variantı oldu, hörmətli müəllimlər. Bax, belə bir məsələ idi. Hörmətli müəllimlər, indi də keçək növbəti sualımıza. 96 nömrəli məsələmiz oxuyaq. Deyir ki, 96 nömrəli məsələdə şəhərlə qəsəbə arasındakı məsafə 620 kilometrdir. Şəhərdən qəsəbəyə sürəti 70 km/saat olan avtomobil yola düşdü. 4 saatdan sonra isə qəsəbədən şəhərə sürəti 100 km/saat olan başqa bir avtomobil yola düşdü. Neçə saatdan sonra avtomobillər görüşəcəklər? Deməli, hörmətli müəllimlər, bir dənə sxemi çəkək əvvəlcə. Bu olsun şəhər, bu da olsun qəsəbə. Bunların arasındakı məsafə, şəhərlə qəsəbə arasındakı məsafə 620 kilometrdir. Şəhərdən qəsəbəyə sürəti 70 km olan avtomobil yola düşüb. Bunun sürəti oldu 70. Deməli, 4 saatdan sonra isə qəsəbədən şəhərə sürəti 100 km olan başqa bir avtomobil yola düşüb. Neçə saatdan sonra avtomobillər görüşəcəklər? Aha. Bu da olsun onların görüş nöqtəsi. Bir dənə biz nəyi bilirik? Bilirik ki, şəhərdən qəsəbəyə yola düşən maşın 4 saat daha çox hərəkətdə olub. Deməli, onu da belə yazaq. Şəhərdən qəsəbəyə gedən avtomobil 4 saat çox yolda olubsa, qəsəbədən yola düşən maşının yolda olduğu zaman müddəti azdır deyə buna x deyərik. Buna isə x üstə gələk 4 deyərik. Çünki bu 4 saat əvvəl yola düşüb, deməli 4 saat çox yolda olub. Vəssalam, müxtəlif vaxtlarda yola düşdüyü üçün yenə eyni qayda ilə hər avtomobilin sürətini vurursunuz yolda olduğu zaman müddətinə və toplayırsınız, ümumi gedilən yola bərabər olacaq. Buradan alınır 70x üstə gəlinsin 280, üstə gəlinsin 100x bərabərdir 620-yə. Buradan alınır 170x bərabərdir 340-a, x də bərabərdir 2-yə. X bərabərdir 2-dirsə, deməli, hörmətli müəllimlər, necə olacaq? Bu 2 saat yolda olub. Bu avtomobil isə 6 saat yolda olub. Bizdən soruşur ki, neçə saatdan sonra avtomobillər görüşəcəklər. Deməli, hörmətli müəllimlər, biz tapdıq. 2 saatdan sonra avtomobillər görüşəcəklər. Çünki şəhərdən qəsəbəyə hərəkətdə olan maşın 4 saat əvvəl yola düşdüyü üçün, daha tez yola düşdüyü üçün əvvəldən 4 saat getmişdi, 2 saat da sonra gedəcək, 6 saatdan sonra bu gedəcək 420 km bura qədər, görüş məntəqəsinə qədər getdiyi yol.
qəsəbədən şəhərə gedən nəqliyyat vasitəsi isə 2 saat yolda olub, bu da 200 kilometr. Görüşənə qədər 200 kilometr yol gedəcək. Deməli 2 saatdan sonra bunlar görüşəcəklər. Doğru cavabımız B variantı. Hörmətli müəllimlər, bununla da bu video dərsimizin sonuna gəldik. Sonda kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.